Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Yenə də Türkiyə mətbuatında Azərbaycana qarşı bu təxribat xarakterli yazılar paylanılır. Orada müxtəlif fikirlər səslənir. Biz indi bu Azərbaycanlılar olaraq biz bilirik bunları kimlər deyilən. Yəni ki, bunu Azərbaycan haqqında belə bir mənfi rəy formalaşdıran qətiyyən nə bir türk ola bilməz, nə onun qanında türk qanı axa bilməz, nə də ki özü bir vicdanlı bir insan ola bilməz ki, Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirməkdən ötürü müxtəlif qondarma arqumentlər tapsın, qoysunlar. Bilirsiniz, əziz dostlar, məsələ nədir? İndi həmən bu qruplar ki var, Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək istəyən bu qruplar ki var, onlar artıq başlayıblar yeni bir məsələni ortaya çıxarmağa. Məsələ nədir? BMT-də Netanyahunun çıxışı zamanı bildiyiniz kimi orada zalı tərk edən dövlət nümayəndələri, bəzi dövlətlərin nümayəndələri də olub və Azərbaycan tərk eləməyib oranı və orada indi deyirlər ki, Azərbaycan nəinki salonu, zalı tərk etmədi, hətta Netanyahunun çıxışını alqışladılar orada. Və indi biz bunu nə qədərinə, bu Türkiyədəki o bəzi adamlara, bəzi qruplara nə qədər izah etməyə çalışsaq da, bu illər boyu bunlar yenə də öz düşüncələrindən, fikirlərindən dönmürlər. Əvvəla orada Netanyahunun alqışlama, Azərbaycan nümayəndə heyəti tərəfindən alqışlama videosunu göstərin, bir. Göstərə bilmirsə danışmayın. İkincisi, zalı Azərbaycan niyə tərk etməli idi? Niyə tərk etməli idi? Və Azərbaycan niyə görə Fələstinin yanında durmalıdır? Bax, bu sualları cavablandırmaq istəməyən həmin bu qruplaşmalar düşünülmüş şəkildə Azərbaycanı Türkiyə, Azərbaycan münasibətlərinə xələl gətirmək üçün çalışırlar. Qarabağ Ermənistandır deyən Fələstini Azərbaycan niyə dəstəkləməlidir? Məsələn, mən Azərbaycan vətəndaşıyam. Mən Azərbaycan vətəndaşıyam, sadə sıravi bir vətəndaşam. Mən niyə görə Qarabağ Ermənistandır deyən Fələstini dəstəkləməliyəm? Mən nəyə görə Ermənistan-Azərbaycan konflikti yaranandan bugünə qədər Ermənistana dəstək verən, hər tərəfli dəstək verən Fələstini qeyrətini çəkməliyəm? Azərbaycana qarşı 1000 türlü təcavüzdə bulunan Ermənistana və yaxud da ki, Ermənistana dəstək verən bəzi dövlətlərin yanında duran Fələstinə niyə görə mən dəstək verməliyəm? Bu açıq şəkildə Fələstin hər zaman Azərbaycanla düşmənçilik aparıb. Bunu biz 100.000 dəfə, 1 milyon dəfə, 10 milyon dəfə demişik. Bununla bağlı faktlar qoymuşuq ortaya. Bununla bağlı sosial şəbəkələrdə videolar paylaşmışıq ki, kör gözlərinizlə görəsiniz. Bir insan ki, mənim məhv olmağımı istəyirsə, mən o insanı niyə müdafiə etməliyəm? Bax, belə bir sual verirəm buradan Türkiyə türklərinə. Niyə görə? Niyə görə bu müsəlmançılıq faktorunu ortaya atıb Azərbaycanı qınaq predmetinə çevirirsiniz? Mən də müsəlmandım. Fələstin niyə Xristiyan Ermənistana kömək yardımda edirdi? Niyə Qarabağda bizim 4000-dən 2-ci Qarabağ savaşında hələ deyirəm, 4000-ə yaxın şəhid vermişik. Onların şəhid olmasında rol alan, o tamaşada rol alan Fələstinə mən niyə dəstək verməliyəm? Niyə? Əgər sizlər mənim bu verdiyim sualların birinə cavab verə bilirsinizsə, verin, biz də sizinlə razılaşaq. Niyə? Bu günləri Azərbaycanla düşmənçilik aparır bunlar. 100 il bundan qabaqda, bu gündə, ay Türkiyə türkləri, sizin dədələrinizi Fələstin satmadı mı? Osmanlını satmadı mı? Qırıncdan keçirdi bütün Osmanlıları İngilizlər. Kim satdı bunu? Fələstinlər satmadı mı?
Bu dövlət də, hər bir dövlətin özünün maraqları var. İsrail hər zaman bizim yanımızda olub. Hər zaman İsrail pis ola bilər, İsrail yaman biri ola bilər, İsrail kötü birisi ola bilər dünya üçün. Amma mənim yanımda durub axı, mənə dostluq, mənə qardaşlıq yapıb 40 ilə yaxın. Mən niyə, nədən? Niyə? Bizə deyirsiniz ki, İsrail sizin qara gözünüzə, qara qaşınıza aşıq olmamışdı ki, İsrail sizin pulunuza görə, petrolunuza görə sizin yanınızda durmuşdu. Onda belə çıxır ki, Türkiyə bu günləri bizim yanımızda petrolumuza görə durub. Bu nə alçaqca bir yaxlaşımdır. Utanmırsınızmı? Nə qədər bunu demək olar sizə? Nə qədər? Mənə də qardaşım, mən Azərbaycan vətəndaşıyam, Azərbaycan Türkiyəm, dövlətlə də bir bağlılığım yox, Azərbaycan dövləti ilə də, heç hökumətlə də bir bağlılığım yox, sıravi bir Azərbaycan vətəndaşıyam. Mənim evlatlarımı öldürüblər, həmin o Fələstinlə ermənilər. Mən nədən Fələstinin yanında durmalıyam ki? İsrail isə mənə dəstək verib, mənim qazilərimə dərman verib, doktor göndərib, hər türlü dəstək verib. Azərbaycana beynəlxalq aləmdə Azərbaycan savaşı yaparkən Azərbaycanın yanında bir Türkiyə, bir İsrail oldu. İndi biz durub desək ki, Türkiyə bizim petrolumuza görə bizə dəstək vermişdi. Onda nasıl olacaq? Ayıbdır. Neçə dəfə söyləmək olar, neçə dəfə sizə izah eləmək olar ki, bizim İsrailə dəstək verməyimiz, bizim İsrailə vəfa borcumuz var. Yenə təkrar edirəm, sizə sübutlar göstəririk, sizə hər tərəfli və Fələstinin bizə düşmənçilik yaptığının da sübutlarını sizə göstəririk. Əgər burada Azərbaycanı Fələstinə hansısa bir sahədə dəstək verdiyi üçün qınayan türklər varsa, mən sonuncu dəfə bunlara bu videonu mən çəkiliş eləyirəm və buradan mən onlara bunu göstərirəm. Əgər siz bizim bu danışıqlarımızı, bizim bu qoyduğumuz ortaya faktlarla razı deyilsinizsə, deməli siz məqsədyönlü adamlarsınız, sırf Azərbaycanla düşmənçilik aparırsınız, sırf Azərbaycan-Türkiyə münasibətlərinə düşmənçilik nifaqı salmaq üçün müəyyən dövlətlərdən maliyyələşirsiniz siz. Çünki sizin səmimiyyətinizə artıq biz inanmırıq. Olmaz axı belə. Nə qədər söyləmək olar? İran dəstək verdi ermənilərə. İsrail yox. Fələstin dəstək verdi ermənilərə. İsrail yox. İsrail bizə dəstək verdi. Türkiyə dəstək verdi. İsrail dəstək verdi. Pakistan dəstək verdi. Biz dostlarımızı unudaqmı? Biz bu qədər mi nankör millətik ki, bizə dostluq yapanlarla düşmançılıq edəlim biz? Bu qədər mi Azərbaycan türkləri nankördür mu sizin təbirinizcə? Biz bizimlə dostluq edənlərlə dostluq edirik. Bunu hər kəs bilsin. Biz kiminsə dini inanclara görə və yaxud da ki, digər məsələlərə görə dostları seçmirik. Təkrar edirəm, biz Azərbaycan türkləri bizə dostluq edənlərlə dost oluruq. Çox sağ olun, təşəkkür edirəm.